Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə 30 ailə, yəni 144 nəfər köçürülüb. Qeyd edək ki, Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. İki ildir bugünü səbirsizliklə gözləyirdik. Şükürlər olsun ki, bu günlərim öz torpağımıza qayıdırıq. Oğlum, gəlinim, nəvələrim hamı ilə bir yerdə. İnşallah hər şey yaxşı olur. Elə ailəmlə çıxmışdım. İndi deyir, ailəmlə də qayıdıram da. Getmişsiniz orada daha önce? Yox, ilk dəfədir gedirəm. Ne eləmək istəyirsiniz orada? Heç- Ne edəcəksiniz? Arzularınız nədir? Birinci torpaqdan öpəcəm, torpağımdan öpəcəm. İkinci də evimizi gəzəcəm də torpağımızı bax, hər yanı gəzəcəm.